Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz bugünkü dərsimizdə ставить fe'lini pristavkaları ilə bir yerdə öyrənəcəyik. Beləliklə keçirik dərsimizə. İlk fe'limiz ставить, поставить fe'lidir. Biz artıq bilirik ki, bu fe'li biz bir şeyi dik formada qoyanda işlədirik. Misal üçün, я поставила чашку və ya stakan на стол. Çünki stəkan, fincan dik dayanır. Digər pristavkalara baxaq. Расставлять, расставить. Bu nə deməkdir? Bu bir şeyi düzmək deməkdir. Yəni çox bir şeylər var və biz onları düzürük. Misal üçün, я расставила папки по алфавиту. Mən qovluqları əlifba sırasına görə düzmüşəm və ya da qoymuşam və mən başa düşürəm ki, qovluqları dik formada qoyulub. İkinci cümlədə baxaq. Расставь, пожалуйста, бокалы на стол. Bakalları zəhmət olmasa stola düz, masaya düz. Yəni artıq burada bir bakal yoxdur. Bir bakal olsa поставь deyərəm. Amma bir neçədir və düzməlidirsə artıq mən расставлять, расставить fe'lini işlədirəm. Növbəti fe'l переставлять, переставить fe'lidir. Peri pristavkasını artıq az-çox bilirsiniz ki, yer dəyişməni bildirir. Əgər bir şey buradadırsa, indi mən bunun yerini dəyişib başqa bir yerə qoyuramsa, bu fe'li işlədirəm. Misal üçün, шкаф стоял здесь, но мы переставили его в другую комнату. Şkaf burada dayanırdı, buradaydı, amma biz onu digər otağa qoyduq. Bu bilirsiniz поставить-lə fərqi nədir? Поставить bir şey hələ qoyulmayıb. Biz onu götürüb qoyuruq. Bu oldu поставили. Misal üçün şkaf aldıq, biz şkafı qoyduq otağa. Мы купили шкаф и поставили его, например, в гостиную. Amma bir şkaf ki, bu evdə hansısa bir başqa bir yerdə dayanırdı, nə qədər müddət başqa bir yerdə olub həmişə. İndi mən onu başqa bir otağa yerinə dəyişirəmsə, artıq burada переставлять, переставить fe'lini işlədirəm. Digər fe'l вставлять, вставить fe'lidir. Tələffüzünə də fikir veririk. V-ları biz burada f kimi tələffüz edirik. Вставлять, вставить. Bu fe'l necə ki deyirik поставить, ставить, поставить fe'li dik bir şey qoymaqdır. Bu fe'l də eyni vəziyyətdə sadəcə bir şeyin içinə qoymaqdan söhbət gedir. Misal üçün, я вставила ключ в замок и повернула. Mən açarı kilidə qoydum, taxdım və onu çevirdim. Digər fe'l выставлять, выставить. Ona görə bayaq deyirdim ki, digər fe'ldə biz вставлять, вставить deyə tələffüz edirik. Bu fe'ldə isə выставлять, выставить. Burada artıq v kimi tələffüz edirik. Yoxsa biz digər fe'li də v kimi tələffüz eləsək, həmişə bu fe'l kimi başa düşüləcək. Bu fe'l isə bir şeyi içəridən çölə qoymaqdır. Misal üçün, ты выставил стулья во двор. Sən stulları həyətə qoydun. Yəni stullar içəridə idi, sən onları çölə çıxartdın. Bu fe'lin digər mənası da bir şeyi göstərişə çıxarmaq kimidir. Misal üçün, выставка sözünü bilirik, düzdür, sərgi deməkdir. Orada nədir? Rəsm əsərlərini, digər incəsənət nümunələrini sərgiyə çıxardırlar, yəni baxışa çıxardırlar da, göstərişə. Misal üçün, новую коллекцию выставили на витрине. Yeni kolleksiyanı vitrində göstərişə çıxardıblar, yəni vitrinə qoyublar. Növbəti fe'l подставлять, подставить fe'lidir. Bu fe'l bir şeyi bir şeyin altına qoyanda, yəni dəstək olaraq qoyanda istifadə edirik. Podstavka sözü hamımızın bildiyi, görürsüz, telefon üçün, kamera üçün, kitab üçün biz deyirik podstavka. O nədir? Dəstəkdir, onun altına qoyulur. Cümlədə baxırıq. Подставь табуретку под ногу. Taburetkanı ayağının altına qoy. Digər fe'l доставлять, доставить fe'lidir. Bu fe'li düşünürəm ki, hamınıza tanışdır. Dostavka sözündən, yəni çatdırılma deməkdir. Misal üçün, kuryer доставил заказ вовремя. Kuryer sifarişi vaxtında çatdırdı. Növbəti fe'l оставлять, оставить fe'lidir. Bu fe'l
hansı hallarda işlədirik? Misal üçün bir şeyi bir yerdə qoyuruq qalsın və ya da bir kəsi də ola bilər. Misal üçün поставить feili belədir ki, bir şeyi götürürəm, qoyuram harasa. Amma оставлять feili odur ki, qoyuram orada qalsın və mən özüm orada artıq deyiləm, çıxıb gedirəm. Misal üçün, я оставила вещи в машине. Mən əşyaları maşında qoydum, qaldı. Amma mən поставить feilini işlətsəm, я поставила, например, вещи в машину deyəcəkdim onda. Onda belə çıxır ki, mən əşyaları maşına qoydum. Aksenti ora aparıram ki, başqa yerə qoymamışam. İmенно maşına qoymuşam. Amma оставила da o deməkdir ki, tutaq ki, mən indi onları özümlə gəzdirə bilmirəm, qoydum maşında qalsın. Eləcə də biz uşaqları harasa aparıb qoyanda оставить feilindən istifadə edirik. Növbəti feil обставлять, обставить feilidir. Bu feil bir yeri döşəmək mənasında gedir. Neynənsə, misal üçün, мы обставили гостиную дорогой мебелью. Biz qonaq otağını bahalı mebellə döşədik. Özü də burada cümlədəki formaya fikir verin. Biz demirik, digər feillərdə biz işlədirdik nəyi hara qoyduq da. Burada mı обставили mebel demirik. Обставили гостиную мебелью. Digər feil заставлять, заставить iki mənası var. Birinci mənası odur ki, bir yeri doldurmaq nəyinənsə, yəni bu dik formada hansı bir əşyalar qoyaraq o yeri doldurmaq, o yerdə yer saxlamamaq. Misal üçün, он заставил всю комнату коробками. O bütün otağı korobkalarla doldurub, yəni tərpənmək olmur o otaqda. Digər mənası isə siz bilirsiniz, bu məcazi mənadadır. Заставлять, заставить bir kəsi məcbur etməkdir. Misal üçün, она заставила меня молчать. O məni susmağa məcbur etdi. Və sonuncu feilimizə baxırıq. Bu составлять, составить feilidir. Bu təşkil edir mənasındadır. Adətən biz bunu summa işlədəndə bunu istifadə edirik. Düşündüyüm kimi lazımlıdır. Ümumiyyətlə burada pristavkalarla olan dərslərdə çalışıram mən ən çox istifadə olan formaları verim. Birbaşa və çalışıram ki, birbaşa mənalarını verim. Yoxsa bu feillərin başqa çox mənaları da var. Məcazi mənada işlənən formaları var, başqa formaları da var. Amma biz öyrənmə etapında, yəni biz hələ ki tanış oluruq bu pristavkalarla. Ona görə hamısını birdən öyrənsək, bir videoda desək, həm video çox uzun olar, həm də sizin üçün çox yorucu olar. Onu zamanla artıq işlədirik. Burada işlənənlər isə gündəlik həyatda çox işlətdiyimiz və birbaşa mənalarıdır. Составлять feilinə baxırıq. Misal üçün, общая стоимость всех этих вещей составила keçmiş zamanda, составляет indiki zamanda, составит 200 manatov. Nəyə görə 3 zamanı yazmışam? Çünki demək olar ki, bu feil bu hallarda işlənir daha çox. Ona görə siz də hər 3 zamanda işlətməyi bacarın. Общая стоимость всех этих вещей, bu əşyaların hamısının ümumi dəyəri составила 200 manatov. 200 manat idi. 200 manat tutdu, təşkil etdi. Və yaxud da составляет deyəndə 200 manat edir və yaxud da 200 manat edəcək составит. Onda da üçüncü formadakı sözü işlədirik. Yəni bu ticarətlə məşğul olan insanlar üçün lazım olan bir ifadədir. Ona görə burada qeyd etdim. Yoxsa gördüyünüz kimi qoymaq feili ilə heç bir əlaqəsi yoxdur. Belə baxanda birbaşa məna deyil. Bugünkü dərsimiz bu qədər. Sonda özümüzü yoxlamaq üçün çalışmalar olacaq. Sağ olun. Növbəti dərsimizdə görüşənədək.